Deməli, dəyərli soydaşlarım, baxın, son dəqiqə Ramiz Mehdiyevin sensasyon səs yazısı yayılacaq. Baxın ha, son dəqiqə. Yayılmayıb ha, yayılacaq. Baxın, dövlətə xəyanət və digər xüsusi ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin sensasyon səs yazısı yayılacaq. Yayılan səs yazısında Ramiz Mehdiyevin dövlət rəhbərinin apardığı siyasətə, eləcə də Qarabağda qazanılan uğurlara münasibəti yer alıb. Bu sensasyon səs yazısı sabah yayımlanacaq. Bildirilir ki, yayılacaq səs yazısında Ramiz Mehdiyev dövlətin rəhbərinə, şəhidlərə, qazilərə və ölkənin əldə etdiyi nailiyyətlərə qarşı mənfi mövqe aşkar öz əksini tapır səs yazısında. İndi o səs yazısını yayımlayacaqlar. Baxaq. Baxaq. Dəlixanadır, dəyərli həmvətənlər. Qabaqcadan reklam verirlər ki, sabah Ramiz Mehdiyevin səs yazısı yayımlanacaq. Sadəcə montaj olunmuş səs yazısıdır. Bax, indidən mən aldım ki, materialı. Vallahi də, billahi də deyirəm. Ala baxın. Ala baxın. O bax. Mən indi gəl, bax, efir vaxtı gəl, bax, məlumat. Ala bax, bax. Bax, ala. 21.07. Ala bax, bax. Montaj səs yazısı yayımlanacaq. Bu dəqiqə səs yazısını hazırlayırlar. Buyurun baxın. Bax. Buyurun baxın. Sabahları Ramiz Mehdiyevin montaj səs yazısı yayımlanacaq. Montaj səs yazısı hal-hazırda Dövlət Təhlükəsizlik Xidmətinin binasında hazırlanıbdır. İlham Əliyev özünə düşmən obrazı düzəldib İlham Əliyev. Sabah kim İlhama qarşı çıxsa, deyəcəklər, sən Ramizçisən. Necə ki, indi də Almaniyada belə dava olur türklər arasında. Dava olanda deyirlər, sən FETÖ-çüsən. İndiyə kim nə deyirlər? Sən cəbhəçisən, sən müxalifətçisən, sən Avropadakı vətən xainisən, belə deyirlər də. Sən qabilçisən, əliçisən. İndi hakimiyyətin içində hamının pulunu almaq üçün, hamının yediyini sömürmək üçün, hamının milyardlarına sahib olmaq üçün elə bir məmur varmı, milyonçu milyarder onun Ramiz Mehdiyevdən sıx əlaqəsi olmasın? Elə biri varmı? Yoxdur. Və hamını da soymağın gözəl bir xüsusiyyəti. Səs yazısını düzəldiblər, vətənə xəyanət, hamısı montaj düzəldiblər. İndidən aldım xəbər mən. Bu günləri 19 oktyabr 2025-ci ildir. Bu günləri mən, indi bu dəqiqə mənə yazılan kimi də göstərdim, Dövlət Təhlükəsizlik Xidmətində hazırlanıb montaj səs yazısı. Və o montaj səs yazısını efirə verəcəklər. Efirə verəndən sonra da bütün milyarder, milyonçu məmurları, eks-məmurları hamısının hər şeyin əlindən alacaqlar. Səs yazısını ortaya qoyduqdan sonra. Sən Ramizçisən, sən Mehdiyevçisən. Vəssalam. Baxaq. 25-ci ildir və həftənin bazar günü dəyərli izləyicilər, Ramiz Mehdiyevdən sonra Eldar Mahmudovun da həbsi gündəmdədir. İspaniya mediasından şok bir yazı var. Ramiz Mehdiyevin həbsi xəbərlərindən sonra sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun da məsuliyyətə cəlb ediləcəyi gözlənilir və İspaniyanın nüfuzlu Diario de Mallorca nəşri yazır ki, Azərbaycan Baş Prokurorluğu Palma şəhər məhkəməsinə və Balear adalarının korrupsiyaya qarşı prokurorluğuna artıq rəsmi məktub göndərib. Musavat.com xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında paylaşım edib. Onun paylaşımında qeyd edilir ki, məktubda Mahmudovlar ailəsinin xaricdəki maliyyə əməliyyatları və afşor şəbəkələri barədə geniş məlumat təqdim olunur. Bildirilir ki, Eldar Mahmudov və onun ailə üzvləri barəsində ayrıca cinayət işi aparılır və bu araşdırma 2018-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşlarına qarşı qaldırılmış işdən tamamilə fərqlidir. Yəni, Baş Prokurorluğun İspaniya tərəfə təqdim etdiyi sənədlərə əsasən dövlət büdcəsindən mənimsənilən 29,6 milyon avro əvvəlcə Latviydəki banka köçürülüb. Həmin hesab Dominikan Respublikasında qeydiyyatdan keçmiş Prime Design Patentic SA adlı afşor şirkətinə məxsus olub. Mahmudov, onun ailə üzvləri bu şəbəkənin üzvlərindən də Avropada 100 milyonlarla avroluk əmlak şəbəkəsi var. Baş Prokurorluğun açıqlamasına görə Eldar Mahmudovun oğlu Anar Mahmudovun əldə etdiyi 29,6 milyon avro sonradan onun və ailə üzvlərinin İspaniya, Lüksemburg, İsveçrə və digər ölkələrdəki hesablarına da köçürülüb ki, bu vəsaitlər hesabına daşınar və daşınmaz əmlak, eləcə də biznes obyektləri satın alınır. İndi isə Ramiz Mehdiyevin fonunda yeni antikorrupsiya mərhələsi başlanır. Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, korrupsiya və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə həbs edilmişdi. Onun həbsi ölkədə yüksək vəzifəli keçmiş məmurlara qarşı aparılan antikorrupsiya kampaniyasının yeni mərhələsi kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, Eldar Mahmudovun adının yenidən gündəmə gəlməsi və İspaniya məhkəmələrinə göndərilən sənədlər bu dalğanın növbəti hədəfinin kim olacağını göstərir, dəyərli izləyicilər.